Salam əleykum dəyərli dostlar. Qısa, konkret bir sual verirəm. Düz 10 ildir ki, mən müşahidə edirəm, bu tendensiya yaşanır. Bölgələrdə insanların malları qalır əllərində, sata bilmirlər. Bax, ekranlarınızda görürsünüz, konkret olaraq kartofdan danışıram. Deməli, Bakıda isə kartof 1.50-1.60, yaxşısı az qala 2 manatdır. Yaxşı, bu Bakıdan Cəlilabada və yaxud da Bakıdan digər bölgələrə məsafə 200-300 kilometrdən çox deyil. Kim mane olur ki, o kəndli məhsulun gətirib burada daha münasib qiymətə satsın və özü qazansın. Deməli, burada nə isə hansısa bir sirli qüvvə var ki, bu kəndliyə mane olur. Burada da təkcə itirən kəndli deyil. Burada həm mən itirirəm, həm sən. Çünki mən daha münasib qiymətə məhsul ala bilərdim, qənaət eləyə bilərdim. Kəndli də malını satardı, ziyana düşməzdi. Bölgələrdə insanlar, xüsusən kartof əkənlər, fikir verirəm 10 min, 15 min, 20 min civarında, bəlkə də daha çox ziyan eləyənlər var. Nə vaxta qədər bu davam eləyəcək? Kənd Təsərrüfatı Nazirliyi ola bilməzmi ki, məsələn bir kartof yarmarkası keçirəsiniz? Nətər keçirirsiniz? Məsələn, payız aylarında bal yarmarkası adı ilə alverçilər tökülüşür Bakıya. Güya bal yarmarkasıdır, bir 20%-də gerçək arıçılar gəlir. Yəni, bir kartof yarmarkası keçirir mövsümünə uyğun olaraq, başqa bir məhsulların. Yəni, o kabinetlərdə bütün günü oturub qurtlanmağın bir mənası yoxdur axı. Görürsünüz, kəndli orada lalıyır, yəni malını sata bilmir. Biz də burada 2 manat civarında, 2 manata kartof almağa məcburuq. Buna bir çarə tapmaq lazımdır. Yəni, biz ayrı-ayrı ölkələrdə yaşamırıq, ayrı-ayrı dillərdə danışmırıq. Bunun çox sadə bir çözümü var da. Bir yarmarka təşkil eləyin, ödənişsiz eləyin o yarmarkanın. Nə böyük xərci var ki onun? Gəlsin kəndli malını orada satsın, şəhər cəmaatı da bu da alsın da. Yəni görürsüz, biz deməli Pakistandan, Belarusdan, nə bilim bir çox ölkələrdən, səhv eləmirəmsə hətta Rusiyadan da kartof alırıq. İrandan kartof alırıq, amma öz məhsullarımız qalıb cəmaatımızın əlində. Bunu həll eləyin də. İndi ola bilər kiminsə monopoliyasına girmiş oluram. Sabah başıma nə iş gələcək, səhifəm vurulacaq, özümə nə olacaq deyə bilmərəm. Amma insaf da dinin yarısıdır da. Bu məsələni həll eləyin. Yəni, hər il eyni problem, hər il eyni vəziyyət. İnsanlar qalır bir-birindən üz-üzə. Soruşursan, kartof neçədir? 2 manata, 1.50-yə filan. Bölgədəki də kartofunu sata bilmir. Bunu da deyim, yadımdan çıxmamış. Deməli, bəzən gəlib yazırlar ki, belə videoların altında, birinci dəfədir sənin yaxşı bir videonu gördük. Ola bilər ki, sən birinci dəfədir normal ağılla mənə qulaq asırsan. Ona görə ilk dəfə xoşuna gəlir. Yəni, mənə elə minnətli şərhlər yazmayın. Mən özüm bilirəm kiməm, nəyəm, nəçiyəm. Və ən əsası da məni yaradan bilir ki, mən hansı ürəyin, hansı vicdanın sahibiyəm. Yəni, belə mənə minnətli, yox, ilk dəfədir yaxşı yazdın, yalançı, nəsə.